İmtahan həyəcanı çox təbii bir haldır, amma onun idarə olunması mümkündür və öyrənilə bilən bir bacarıqdır. Əgər düzgün yanaşma olsa, həyəcan enerji və motivasiyaya çevrilə bilər. Bu videoda həm psixoloji, həm də praktiki yollarla imtahan həyəcanına necə qalib gəlmək barədə əsas məqamları təqdim edəcəm. Birinci qayda: həyəcanın səbəbini anla. Çox vaxt yetərincə hazır olmadığını düşünmək, mükəmməl olmağa çalışmaq və nəticəyə həddindən artıq fokuslanmaq həyəcanın əsas səbəbidir. Həyəcanın müəyyən miqdarı normaldır. Bu beynin diqqətli və ayıq qalmasını təmin edir. İkinci qayda: imtahana hazırlıq strategiyası. Planlı öyrən, son günə buraxma. Günlərə bölünmüş realistik oxuma planı tərtib et. Təkrar və testlər. Özünü testlə yoxlamaq həm bilik, həm də psixoloji hazırlıq baxımından çox faydalıdır. Yaxşı yuxu yaddaşın işləməsi və həyəcanın azaldılması üçün vacibdir. Üçüncü qayda: İmtahan öncəsi və zamanı həyəcanı azaltma yolları. Daxili dialoq özünə dediklərin çox önəmlidir. Çalışdım, hazırlaşdım və bacaracağam. Bu tipli cümlələrlə özünü dəstəklə. Əgər nəyisə unutsam, yenə də dünyanın sonu deyil. Fikri yayındırmaq əvəzinə yönləndirmək. İmtahana daxil olanda ətrafa baxmaqdansa bir dərin nəfəs al və suallara yönəl. Öz diqqətini idarə etməyi öyrən. Həyəcanı tanı və onunla barış. Həyəcanın tam yox olması mümkün deyil. Amma onun səni idarə etməsinə imkan verməmək sənin əlindədir. İmtahan həyəcanını bir siqnal kimi qəbul et. Zehnim mənə diqqətli olmağımı xatırladır fikri ilə həyəcana qalib gəl. İmtahanda hər birinizə uğurlar arzu edirəm.